Deyir bir kəndin zəngin ağası var imiş. Bir günləri bu ağa böyük bir ziyafət düzəldir və kəndin bütün adamlarını həmin ziyafətə dəvət edir. Qızını, gəlini, qocasını, cavanını, kəndin dəlisini də həmin məclisə dəvət edir. Məclis qurulur, hamı yeyib içməyində, deyib gülməyində şadlanır. Məclisin sonunda ağa köməkçilərin yanına çağırır. O kəndində bir dəlisi var imiş. Deyir, gedin o dəliyə deyin ki, ağa deyir, bu məclisdə nə xoşuna gəlir, istəyirsə, istəsin, verəcəm ona, özü ilə aparsın. Böyle, onun köməkçiləri gəlirlər dəlinin yanına, deyirlər ki, ağa deyir ki, bu məclislə nə istəyirsə, istəsin, verəcəm ona, götürsün, aparsın. İndi sən nə istəyirsən? Dəli baxır, göz gəzdirir ora-bura, həyətdə ağaca bağlanmış ağanın atına gözü sataşır. Deyir ki, mən o atı istəyirəm. Böyle bunlar gəlirlər ağanın yanına, deyirlər, ağa, dəli sən atı istəyir. Deyir, yox, atı vermək də hər igid öz atını ona buna verməz axı. Deyir, yox, atı verə bilmərəm. Gedin ona deyin, başqa şey istəsin. Nə istəsə verəcəm. Bəli, bunlar gəlirlər yenə dəlinin yanına. Deyirlər ki, ağa atın vermir. Sən başqa şey istə yenə, nə istəyirsən verəcək. Dəli deyir, yox, mən başqa şey istəmirəm. Ancaq o atı istəyirəm. Verir, versin, vermir heç. Böyle bunlar qayıdırlar yenə ağanın yanına. Deyirlər, ağa razı olmur. Hökmən at istəyir. Deyir, verir, versin, vermir, verməz. Ağa baxır, görür ki, dəli orada öz-özünə danışır, mızıllayır orada nəsə. Deyir, gedin görün o nə danışır öz-özünə orada. Bəli, gəlib dəliyə qulaq verirlər. Görürlər, dəli deyir ki, sən vermədin, o vermədi. Sən vermədin, o vermədi. Sən versəydin, o verərdi. Ağa kimdir ki? Sən vermədin atı mənə. Bu belə öz-özünə danışır. Gəlirlər ağaya deyirlər ki, ağa bəs belə deyir. Deyir, onda gedin atı verin ona, qoy götür o aparsın. Bəli, gəlib atın ipini açırlar. Verirlər dəlinin əlinə, deyirlər, gəl, ağa verdi sənə, götür apar. Bəli, dəli atın ipindən tutur, atı çəkə-çəkə aparır. Ağa fikir verir, görür, dəli yenə öz-özünə danışır. Deyir, gedin görün, bu səfdə o nə danışır öz-özünə. Bəli, bunlar yenə gəlirlər, dəliyə qulaq verirlər. Görürlər, dəli deyir ki, sən verdin, o verdi. Sən verdin, o verdi. Sən verdin, o da verdi. Ağa kimdir ki? Atı mənə sən verdin. Bəli, bunlar gəlib deyirlər ki, ağa belə deyir. İndi, ey gözəl dostlar, hər şeyin sahibi Allah'dır. Yerin, göyün, bizim, suyun, havanın, dünyada gördüğümüz her bir şeyin sahibi Allah'tır. Allah veren şeyi hiç bende onun elinden alabilmez. Ona göre her şeyi isteyende bendeden yok, Allah'tan istemek lazımdır. Bazı görürsen ki nankörlarımız var.
bir tikə çörək verir, deyir sən mənim çörəyimi yeyirsən. Abala sən kimsən ki, sən özün də möhtac olan insansan. O çörəyi sənə verən Allahdır. Ona görə qardaşlar, hər şeyi Allahdan istəyək. Bəndədən yox. Diqqətinizə görə sağ olun.